Bir neçə il öncə bir serial var idi. Psixoloji bir serial idi. Çox bəyənirdim o serialı. Çox maraqlı mövzulara toxunurdular o serialda. Və orada belə bir cümlə istifadə olunmuşdu, deyilmişdi. Atalar qızlarının taleyini həll edirlər. Razılaşmaya bilmərəm bu cümlə ilə, bu sözlə. Doğrudan da ataların qızlarının həyatında rolu çox böyükdür, çox önəmlidir, əvəzsizdir. Odur ki, atalar, qızlarınızı sevdiyiniz qədər də onlara mütləq təhsil verin. Təhsillə yanaşı mütləq və mütləq qızlarınıza özgüvən hissini aşılayın. Bu sizin qızlarınıza verə biləcəyiniz ən böyük hədiyyədir, ən böyük yaxşılıqdır. Çünki özgüvən hissi güclü olan xanımlar bu həyatda nə istədiklərini düzgün bilirlər. Hədəflərini düzgün müəyyənləşdirirlər, sərhədlərini düzgün qurmağı bacarırlar. İstəklərinə daha tez çatırlar, daha şanslı olurlar, daha xoşbəxt olurlar. Bu çünki uşaqlıqdan artıq oturulmuş bir, onlara hopmuş, onların qanına, canına, şuuruna hopmuş bir hissdir. Və o hiss həmişə onları bir neçə addım öndə saxlayır. Və belə xanımların da həyatına həmişə gələsi olan kişilər, istər gələcək həyat yoldaşı, nişanlısı olsun, onlar da onların daxili aləminə uyğun şəkildə olan insanlar gəlir. Yəni, onların şəxsi fikirlərinə hörmət edən, sərhədlərini tanıyan, onlara hədəflərinə çatmaqda kömək edən insanlar olur. Bu cür insanlar onların qarşısına çıxır. Digər xanımlar, özgüvən hissi aşağı olan, özünə əminliyi çox aşağı olan xanımlar, uşaqlıqdan sən bacarmazsan, sən çəkil kənara, səndə alınmaz deyilən, eşidən, bu sözləri eşidən xanımlar şansları çox aşağı olur. Bu xanımlar ya özlərini yenidən inşa etməli olurlar, sıfırdan başlayırlar. Yox, bunu bacarmırlarsa, o zaman onların həyatına gələcək olan ərləri, nişanlıları, sevgililəri belə narsis, şiddət göstərən, manipulativ tiplər olurlar. Onların sərhədlərini tanımır, onların fikirlərinə, düşüncələrinə hörmət etmirlər və bu xanımlar da o qədər sevgiyə möhtac olurlar ki, o qədər sevgi acılığı görmüş olurlar ki, bir tikə sevgi üçün qürurlarını belə verməyə məcbur qalırlar, şiddəti belə normal qəbul etməli olurlar, digər xanımlardan fərqli olaraq. Bu mənim müşahidələrimdir, ola bilsin ki, razı olmaya bilərsiniz. Amma mənim gördüyüm, izlədiyim situasiya, hallar budur. Odur ki, əziz atalar, qızlarınıza özgüvənli olmağı öyrədin.